Məsələ 3. Hansı böyükdür? Sinüs 47 dərəcə, yoxsa sinüs 157 dərəcə? Həlli. Deməli, gördüyünüz kimi burada bucaqlar müxtəlifdir. 47 dərəcə, 157 dərəcə. Və bu məsələni həll etmək üçün biz çevirmə düsturundan istifadə edib, eyni rübə gətirək, həmin rübdə sinüs funksiyasının artan azalan olduğunu təyin edək. Böyük bucaq 157 dərəcədir. Siz bilirsiniz ki, sinüs alfa bərabərdir. Sinüs 180 dərəcə çıxaq alfa çevirmə düsturlarından sizə məlumdur. Onda sinüs 157 dərəcəni mən yaza bilərəm. Bərabərdir. Sinüs 180 dərəcə çıxılsın 157 dərəcə. Və bu da bərabərdir sinüs 23 dərəcə. Və indi bucaqlara baxırıq. 47 dərəcə böyükdür 23 dərəcədən. Sinüs x funksiyası da, sinüs x funksiyası birinci rübdə artandır. Onda sinüs 47 dərəcə böyük olacaq sinüs 23 dərəcə. Sinüs 23 dərəcə də sinüs 157 dərəcənin qiyməti idi. Buradan çıxır ki, sinüs 47 dərəcə böyükdür sinüs 157 dərəcə. Sinüs 47 dərəcə böyükdür sinüs 157 dərəcədən.